Benim əzizlərim, hər gün sizlərə zikir paylaşmaq üçün, dualar paylaşmaq üçün tələsirəm. İstəyirəm ki, hər biriniz faydalanasınız, dəyərlənəsiniz, qorunasınız əzizlərim. Bu günlərim sizlərə paylaşacağım bu zikir nəfsdən, nəzərdən qorunmaq üçündür. Hər kəs qorunmalıdır və təmizlənmək üçündür. Bir az torpaq götürürsünüz və bir az da suya töküb qarışdırırsınız. Qarışdırandan sonra açıqlamada yazdığım bu duanı oxuyursunuz 7 dəfə həmən suyun içərisinə. 7 gün ərzində həmən suyu saxlayırsınız. Hər gün isə həmən sudan əllərinizə çəkərək bütün başınızdan ayağınızın altına qədər çəkirsiniz. Gün ərzində 7 dəfə bunu edirsiniz. Düzgün halda edin ki, sizi təmizləsin və qoruna biləsiniz əzizlərim. Bunu ən çox səhər və axşam edə bilərsiniz. Bunu edin, özünüz görəsiniz ki, nəzərdən, nəfisdən təmizlənirsiniz. Çünki nəzər, nəfis ən iti işləyən bir negativdir. Bunun üçün də mütləq edin bunu. Və açıqlamada aldım və qəbul etdim yazın, mühürlüyün əzizlərim. Allah əmanət.